Selamünaleyküm dostlar, hər vaxtınız xeyirli, uğurlu və bərəkətli olsun. Mənim bu çıxışım Azərbaycanda xalq cəhbəsinə qarşı olunan repressiyalarla bağlı olacaq. İstər xalq cəhbəsi olsun, istər Müsəlman Birliyi Hərəkatı olsun, istər digər siyasi partiyalar olsun ki, bu gün reallıqda həqiqətən getirsək, Azərbaycanda iki dənə Müsəlman Birliyi Hərəkatı ilə Ağacəpə ki, bugünkü gündə həqiqətən İlham Əliyev hakimiyyəti tərəfindən təzyiqlərə məruz qalıb, işgəncələrə məruz qalınıb. İkisi də Müsəlman Birliyi Hərəkatının lideri Taleh Bağırzadə, Xalq Cəhbəsinin hərəkatının sədri, lideri Əli Kərimli həbs olunublar. Təbii ki, bugünkü gündə İlham Əliyev real müxalifətdən, real sözünü deyib, real söz sahibi olan kəslərdən İlham Əliyev çəkinir, qorxur və ehtiyat edir ki, hakimiyyətini itirə bilər. Təbii ki, bugünkü gündə İlham Əliyev xalq cəhbəsini Əli Kərimlə həbs eləməklə, digər funksionerlərini həbs eləməklə mənə %99% gəlir ki, İlham Əliyev ölkə daxilində prezident seçkilərinə gedəcək. O yüzden İlham Əliyev Əli Kərimlə həbs elədi ki, yerdə qalan olsa bilirsiniz ki, yani atlarını müxalifətçi qoysalar da zaten elə İlham Əliyevin dəyirmanlarını su tökəndilər. İlham Əliyevin birbaşa maraqlarına, interesinə xidmət eləyənlərdir. Onlar o İlham Əliyev üçün vız gəlib, vız gedənlərdir. Həqiqətən Azərbaycanın daxilində Əli Kərimli böyük bir təhlükə idi onun üçün ki, əgər İlham Əliyev prezident seçkilərinə getsə, onun real qabağında olan namizəd Əli Kərimlidir ki, Əli Kərimli Ramiz Mehdiyev bahanəsi ilə həbsə atdı. Bəli, bugünkü gündə reallıq budur ki, Əli Kərimlinin həbsi də göz qabağındadır, İlham Əliyevin apardığının siyasətinin nəticəsi də göz qabağındadır. Bu şeyləri təhlil edib ictimaiyyətə çatdıranda burada iki şey çıxır ortaya. İlham Əliyev ya qorxur Əli Kərimlə həbs edib, ya da ki, İlham Əliyev hansısa dövlətlərin birbaşa maraqlarına xidmət edir, hansı dövlətlərdən birbaşa razılıq alıb İlham Əli Kərimli həbs elətdirdi. Görün abi, fikir verin, İlham Əliyev Əli Kərimlini Rusiyanın cəsusluq ittihamı ilə həbs eləyir. Ancaq %99% mən sizə əmin eləyərəm ki, yeganə Azərbaycandakı müxalifət lideridir ki, birbaşa Rusiyaya qarşı mövqe qoyub Rusiyaya qarşı müxalif fikir idi, birbaşa Rusiyaya qarşı sözünü deyirdi Əli Kərimli. Görün kimi getirib gəlirlər, Əli Kərimli apardılar Rusiyaya bağladı. Həqiqətən bu, nə bilim valla, bu hakimiyyət nə düşünür, hansı idarəçiliklə bunlar ölkəni idarə eləyir. Bir məntiqi bir şey qoymadılar Əli Kərimlinin boynuna, Əli Kərimli onun ilə bağlı həbs eləyəydilər, ya tutaydılar. Gəldik görün, nə hansı ittihamlarla Əli Kərimli həbs olundu. Rusiya agenti ilə Rusiya kəşfiyyatlarına xidmət eləyib. Mən nə bilim, biz də indi uyan-buyan açıqlayacaqlar ki, Putinlə əlaqələri olub. İnanın Allaha, Əli Kərimlinin həbsinin birbaşa göstərişini verən hələ Putindir. Deyin nəyə? Əgər bugünkü gündə ölkə daxilində Əli Kərimli Rusiyanın agenti statusu ilə, agent adı ilə həbs olunursa, tutulursa, içəri göndərilirsə, bununla bağlı Rusiyanın heç bir medialar, istər müxalif yönlü medialar olsun, istər hökumət yönlü medialar olsun, çıxıb bununla bağlı hansı bir reaksiyanı vermirlərsə, istər Rusiyanın dövlət kanalları olsun, istər Rusiyanın dövlət idarələrində tutan postlarda oturan məmurlar olsun, əgər bununla bağlı çıxıb hansısa bir bəyanatlar yaymırlar ki, siz hansısa bugün ölkə daxilində olan müxalifət liderini Əli Kərimli Rusiya ilə əlaqələndirirsiniz. Rusiya ilə heç bir bunun əlaqələri yoxdur. O ittihamla ki, bugünləri İlham Əliyev ittiham edib Əli Kərimli həbs edib, bununla bağlı Rusiya mövqe qoymayıbsa, inanın Allaha, birbaşa Rusiyanın burada marağı var. Rusiyanın birbaşa İlham Əliyevin göstərişi ilə, təbii ki, bugünkü gündə İlham Əliyev Rusiyanın maraqlarını icra eləmək üçün, Əli Kərimli həbs eləmək üçün birbaşa Rusun razılığını alıb Əli Kərimli həbs eləyib. Bilirsiniz nəyə? Əgər Azərbaycanda hansısa bir
tanınmış bir simanı həbs edirsən, hansı bir dövlətə bağlıysansə, birinci o dövlətin razılığını alırsan, ondan sonra o dövlətə bağlayıb, ondan sonra o figuri nə də adı, müxalifət liderlərini həbs edirsən. Bəli, təbii ki, bugünkü gündə İlham Əliyev dediyim kimi Rusiyanın maraqlarına xidmət eləyir. Putin də İlham Əliyevin maraqlarına ləbbə edib, kəlli razılaşan yeganə adamdır ki, iki boşda oyun oynayırlar burada. Sağ olun, Allah'a emanet.